adı Vehhabi. No, my Salafi brother. Yes, my Wahhabi brother. I was just thinking that we are very special people. How so, my Wahhabi brother? Bu Rusça bu sadə sualdır, amma əslində buna cavab vermək o qədər də asan məsələ deyil. Ona görə də məsuliyyətlə sualımıza cavablarınızı göndərə bilərsiniz. 902 nömrəsinə və ya 493 22 58 nömrəsinə zəng vura bilərsiniz. Sizcə Azərbaycanda Vəhhabi varmı? Onlar yalancılar. Təbii ki, yalancılardır. O yalancılar da eşitsinlər. Ümumiyyətlə, bu söz yoxdur, belə şey yoxdur. Budur şəriət, budur şəriət. Budur şəriət. Budur şəriət. Budur şəriət. Budur şəriət. Budur şəriət. Bu Vahhabilik deyil. Peyğəmbər salsın deyil. Budur şəriət. Bu Vahhabilik deyil. Peyğəmbər salsın deyil. Budur şəriət. Budur şəriət. Bu Vahhabilik deyil. Peyğəmbər salsın deyil. Budur şəriət. Bu Vahhabilik deyil. Peyğəmbər salsın deyil.
budur şəriət, bu vahabilik deyil. Peyğəmbər salsın deyil. Budur şəriət, bu vahabilik deyil. Peyğəmbər salsın deyil. Soyadı Əhl-i Sünnət vəl Cemaat. Arabistan'daki Vahabiler de baş ehl-i sünnet geçiniyorlar. Ehl-i sünnet biziz diyorlar. Bize ehl-i sünnet dışı diyorlar. Bak Efendi Hazretleri gitti 17 bin, 20 bin kişiyle ömre yaptı. Bütün tavaf tıkandı değil mi? O kadar kalabalık, muhteşem. Görüyorlar. Ya ne güzel insanlar diyorlar. Bir de itikatları düzgün olsa. Yani bizim cemaati ne zannediyorlar? İtikadı bozuk zannediyorlar. Ne itikadı bozuk? İşte bunlar şirke düşmüş diyorlar. Tövbe ya. Niye şirke düşmüş diyorlar? Diyor ki işte şeyhinin elini öpüyor. Hocanın elini öpüyor, şeyhin elini öpüyor, ona tapıyor diyorlar. Kafir oluyor. Ondan sonra Peygamberden şefaat istiyor diyor, gavur oluyor. Bunlar böyle manyak. En basit yoldan anlatıyorum size. Allah akıl fikir versin derken ne diyeceksin, adam kafası diye. Sen Efendi Hazretleri'nin elini öperken görüyor, insanlara tapmayın diyor orada. Ondan sonra kendisi sabah kadar karısını öpüyor, bir şey olduğu yok. Ondan sonra öbürü kralın alnını öpüyor, bir şey olduğu yok. Onlarda bir de öpüşme şekilleri var, burunları değdirirler böyle, bir böyle yapar, bir böyle yapar, bir alnından öper. Kendi haberlerine bak, git bütün kralın elini yalıyorlar. Kralın elini yalıyorlar. Onlar gavur olmuyorlar. Hocanın şeyhin elini öptü mü gavur oluyorlar. Bunlar böyle sapık. Durum bu. Şimdi adam yani adını ehl-i sünnet taktı diye ehl-i sünnet oluyor mu? Olmuyor. Onlar bize yoldan çıkmış demekle biz çıkmış oluyor muyuz? Ortada mizan var, ortada Kur'an var, ortada sünnet var. Onlar çelişkidedirler. Onlar sahabe-i kiramın da yaptığını beğenmiyorlar. Ya o halde işlerine gelmeyen bir rivayet gördükleri zaman hemen o rivayeti ya inkar ediyorlar ya onu nakledeni efendim yanlışla itham ediyorlar. Dolayısıyla adamların ölçüsü şaşmış. Ləqəbi, Sələfi, milləti dollar. Dini Vəhabizm, rəngi mavi, görkəm əlamətləri, saqqalı 1 metrə yaxın. Əynində dar gödək, balağı dırıq, bizdən yuxarı mini şalvar. Ən çox işlətdiyi kəlmələr, şiyələr, rafizi öldürmək, partlatmaq, bidətdir, şirkdir, dəbir, vəhabi yoxdur və s. İttiham aktı. Allah Teala'nın qanunlarına əsasən aşağıdakı maddələr əsasında ittiham olunur. Maddə 1. Müsəlmanların adına ləkə gətirmək. Maddə 2. İslamı parçalamaq. Maddə 3. Məsum imamların qəbirlərini dağıtmaq. Müslümanlar, Şiə, Sünni, hamısı əl-ələ verdilər bir qardaş kimin və Peyğəmbərə təhqir olan məsələnin bərabərində öz etirazların dünya miqyasında bilindirdilər. Gördülər ki, vay, qələt eləyiblər. Gördülər ki, iştibah eləyiblər.
Gördülər, səhv ediblər. Başa düşdülər ki, yox, deyəsən bizim bu işimiz səbəb oldu. Müsəlmanlar daha çox birləşə, dedilər, onda gəlin Şiə ilə Sünninin arasına ixtilaf salaq. Gedin İmam Həsən Əskəri, İmam Hadi əleyhissalamın mərqədin uçurdun və deyin Sünnülər elədi. Amma biz bilirik ki, Sünnülər bu işi görməyiblər. Sünnülər bizim qardaşımızdır, onlar bizim gözümüzün işığıdır, biz də onların qardaşı yox. Onlar bizi sevir, biz də onları sevirik. Tarix boyu biz belə yaşamışıq, onların öz əqidələri özlərinə möhtərəm, bizim əqidəmiz bizə möhtərəm, onlar da Əhl-i Beyti sevirlər, biz də sevirik. Maddə 4. Allah düşmənləri ilə casusluq. Maddə 5. Dini təhrif etmək. Maddə 6. İnsanları Qurandan, Əhl-i Beytdən, övliyalardan ayrı salmaq üçün cəmiyyəti çaşdırıcı fikirlərlə aldatmaq. Maddə 7. Müsəlmanların müqəddəs ocaqların, pirlərin terror edib partlatmaq. Maddə 8. Allah Teala'nı cismaniləşdirmək. Question number 33. Who are we up to, the boys or the girls? The ladies. Mention 3 attributes of Allah with proof and how we should understand them. 3 attributes. I want one to start off with. Just one attribute. Allah has hands. The sister answered it perfectly. Another attribute that we mentioned about 5 or 6, I think it was. Ali, Abdullah, any attributes there? Very good, Nazri. That Allah Ta'ala has a face. Where'd you get that from? Very good. Another attribute. Allah has a shin. The shin in our understanding is that which is between the ankle and the knee. Self. You go into Google, you got internet obviously. Just put down the shin of Allah and you'll see, inshallah, many sites that will give you the exact position. There's no shadow of doubt. We are restricted in our knowledge. Maddə 9. Eyni cinayəti təkrarən törətmək və s. Elan olunan ittihama əsasən ədalət məhkəməsinin qərarı ilə əbədi cəhənnəmə layiq görülsün.